Word-də çoxbəndli siyahı necə düzgün yaradılır? Bəzən Word-də çoxbəndli siyahı yaradarkən sadəcə Enter düyməsini vuraraq biz çoxbəndli siyahı yaradırıq. Lakin bu metod düzgün deyil. Baxın, bu şəkildə yazmaq düzgün metod deyil. Çünki alt səviyyələri düzgün təşkil olunmur və qarşılıqlı yaradır. Düzgün çoxbəndli siyahı yaratmaq üçün biz nə etməliyik? Deməli, əvvəlcə ya buradan numbering ya da ki buradan bullets əmrlərini aktiv etməliyik. Tutaq ki, gəldik bunu aktiv elədik. Artıq bu şəkildə daha düzgün və alt səviyyələri doğru şəkildə yazılacaqdır. Məsəl üçün biz artıq Enter düyməsini vurduğumuz an avtomatik 2 rəqəm yazılır və əgər biz bir rəqəmin alt siyahısını yaratmaq istəyiriksə, ya tab düyməsini vuracağıq, ya da ki, buradan sağa çək düyməsini sıxmalıyıq. Baxın, tab düyməsini vurdum, artıq birinin alt siyahısı yarandı. Baxın, Enteri vurduğum kimi yenə də birinin alt siyahı yaradılır. Keçdik, yenə Enter düyməsini vururam. Mən artıq ikinci, belə deyim, siyahını yaratmaq istəyirəmsə, ya buradan Shift tab düyməsini vurmalıyam, ya da ki, buradan sola çək düyməsini bir dəfə düyməsini vurmalıyam. Baxın, Shift tab düyməsini vurdum, artıq 2 yaradıldı. Yeniden göstereyim tab düymesi. Bu video sizin üçün faydalı olursa kanalıma abunə olmağı, like etməyi və şərh yazmağı unutmayın.